Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sentyabrın ortasında saat 17 radələrlə metronun 28 may stansiyasının qarşısındakı nəqliyyat mübadilə mərkəzində bədbəxt hadisə baş verir. Xəbər verilir ki, Bakubas MMC-yə məxsus avtobus ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqda qəfil çıxan qadını vurub. Xəsarət alan qadın xəstəxanaya aparılıb. Məlum olub ki, xəsarət alan şəxs 1976-cı il təvəllüdlü Ləman Qarayevadır. Faktla bağlı araşdırma aparılır. UEFA Qarabağ komandasının baş məşqçisi Qurban Qurbanova bağlı paylaşım edib. Xəbər verilir ki, UEFA Çempionlar Liqasının Facebook səhifəsində edilən paylaşım Ağdam təmsilçisinin Benfica üzərində qələbəsinə həsr olunub. Paylaşımda Qurban Qurbanovun fotosu paylaşılaraq bu sözlər yazılır. Qarabağın Benfica zəfərinin arxasındakı beyin Qurban Qurbanov. Xatırladaq ki, Qarabağ ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində Benficanı səfərdə 3-2 hesabı ilə məğlub etdi.